Uşaqlar, növbəti toxuma qrupumuz hansı toxuma qrupudur? Ötürücü toxuma qrupudur. Ötürücü. Uşaqlar, ötürücü nədir? Borulardır da, düzdür. Turba ilə ötürürlər. Bitkidə də ötürücü toxuma qruplarından iki cür ötürücü toxuma qrupumuz var. Bura ksilema boruları və floema borularıdır. Gəlin, bu həm kökdə belədir, həm gövdədə də var, keçən dəfə çəkmişdim, həm də yarpaqda var. Floema və ksilema boruları. Baxın, bu bitkinin kökü. Bu bitkinin gövdəsi biraz qalın çəkəcəm. Yaxşımı? Amma əslində buralarda da kök vardır, təbii məsələ. İndi baxın, yaxşı formasını verin uşaqlar. Deməli, kökdən, mərkəzdə ksilema borulardır, kənarda hansı borulardır? Floema borularıdır. Keçən dəfə izah eləmişdim sizə. Baxın, gövdədə də, qabıq hissədə yerləşir floema boruları. Biraz bunu qalın çəkin, floema boruları. Baxın, gövdən qabıq hissəsidir. Floema boruları ələyə bənzər borulardır. Baxın, ələk kimi deşik-deşikdir. Baxın və uşaqlar, yadınızda saxlayın, canlı hüceyrələrdən ibarətdir. Floema boruları canlı hüceyrələrdir. Çünki floema boruları ilə üzvi maddə hərəkət edir. Bir şeyə fikir verəsiniz ki, floema borularında iki istiqamətli axındır. Nə deməkdir? Yəni, bundan sonra da bitkinin harası gəlir? Yarpağı gəlir da, düzdür? Yarpağı gəlir. Yarpaqda siz dediniz, axı, fotosintez prosesi gedir. Fotosintez prosesi nəticəsində üzv maddə əmələ gəlir, düzdür? Yarpaqda əmələ gələn üzv maddə neyinir? Əmələ gəldi yarpaqda, üzü aşağı gəlməlidir, bitkinin bütün orqanı toxumalarına faydalanmalıdır bu üzv maddəni. Niyə əmələ gəlir? Qidasını təşkil edir, düzdürmü? Və bu üzv maddə hara ilə gəlir? Floema boruları ilə gəlir. Baxın, yuxarıdan aşağı istiqamətdə. Yarpaqdan gəlir, yəni bu hissəsindən hərəkət eləmir. Qıraqla, qabıq tərəfindən hərəkət edir. Floema boruları ilə hərəkət edir. Aydındır? Eyni zamanda kökdə də floema boruları və mərkəzdə ksilema boruları vardır. Floema borularında anin turşularının, bax kitabda yazılıbdır. Anin turşuları zülalların monomeridir. Keçən dəfə keçmişik. Zülal da üzv maddədir. Düzdür, zülal karbohidrat yağ. Üzv maddədir. Zülalların monomeri anin turşularıdır. Həmin anin turşuları yığılır. Əmələ gətirir nəyi? Üzv maddədir, zülal və burada əmələ gələn amin turşuları floema boruları ilə qabığa qalır, gövdəyə qalır. Bəli. Yəni kökdən gövdəyə, yarpaqdan gövdəsinədir. İki istiqamətli axın görürsünüz burada. Kökdən yuxarıya doğru, yuxarıdan aşağıya doğru. Aydındır? İki istiqamətli axındır. Amma ksilema borularında isə uşaqlar oduncaq tərəfdə, yarpağın, gövdənin oduncaq tərəfində yerləşir ölü, cansız hüceyrələrdən ibarət olan hansı borular? Ksilema boruları. Burada görürsünüz, ələyə bənzər deşiklərdir, canlı hüceyrələrdir. Amma burada ölü, araları bombalan boşdur arası. Borunun arası boşdur. Aydındır? Onun üçün bunlar nədir? Ölü hüceyrələrdir, ksilema boruları. Ksilema borularında bir istiqamətli axındır. Hardan? Ksilema borularında yalnız su və mineral duzlar hərəkət edir. Bitki su və mineral duzları harası ilə sorur? Hansı orqanı vasitəsində? Bəli, kökdən udur nəyi? Su və mineral duzları. Kökdən udulan su və mineral duzlar kökün hansı zonasından sorulur Fatimə? Sorucu zona. Nəyin vasitəsilə? Əmici tellərin vasitəsilə. Əmici tellərin yaşama müddəti? 10-20 gündür. Sorucu zonada, kökün sorucu zonasında əmici tellər yerləşir. Əmici tellər vasitəsilə udulan su və mineral duzlar keçir epidermis qatından. Epidermis örtük toxumasıdır. Epidermis qatından girir ksilema borularına. Ksilema borularının hara qalxır?
Yuxarı. Vəssalam. Yəni, yuxarıdan aşağı su və mineral duz axını yoxdur. Su və mineral duz axını yalnız aşağıda kökdən udmalıdır. Su və mineral duzu hardan uda bilər ki? Kökdən. Ona görə ksilema borularında bir istiqamətli axındır, flaima borularında isə iki istiqamətli axın var deyəcəksiniz. Aydındır?